Yuska kimdir? Davulçu Yuska, qısa sizə deyim ki, xalqın sevimlisi. Ən çox da uşaqların sevimlisi. Bəs bir davul ifaçısı olaraq bu sənəti kimlərdən öyrəndin? Mənim bu sənətə dəhşət həvəsim olub. Beynim var idi, yəni yaxşı da oxuyurdum. Sadəcə həvəsim nağaraya idi, ritmə idi. Qoymadılar məni. Nə təhsilim olub, nə bir şey. Yəni öz şotuma deyim də, bu yerlərə gəlib çıxmışam. Yuska, ilk qazandığın pul yadındadırmı? Və nəyə xərclədin onu? Yəni yalan deməyə xoşlamıram. Özümə alət almışam. Salam əziz izləyicilər. Bu gün də Bir İdeya Show proqramının növbəti buraxılışına baxırsınız. Bu gün Bir İdeya Show proqramının qonağı davul ifaçılarının biridir, davulçu Yuskadır. Yuska, xoş gəlmisən. İlk öncə salamlayıram sizi də. Hər vaxtınız xeyir. Xalqımızı da salamlayıram buradan, yəni izləyənləri. Yəni sağ olsunlar, var olsunlar, əziyyət çəkirlər, izləyəcəklər. Hər birinizə təşəkkür edirəm dəvətiniz üstündə. Çox sağ olun. Mənim özümə də maraqlıdır bu sual. Əminəm Yuska sevərlərə də maraqlıdır. Yuska kimdir? Davulçu Yuska, qısa sizə deyim ki, xalqın sevimlisi. Ən çox da uşaqların sevimlisi. Yuska, heç düşünürdünmü davul ifaçısı olaraq bir gün məşhur olacaqsan? Əslində düşünürdüm. Yəni baxırdım TikTokda, yəni bəzi müğənnilər olurdu, musiqiçilər olurdu. Davul o qədər də modda deyildi. Mən artıq bu TikTokda bu davulçu kimi videoları paylaşa, yəni mən gəlib bu yerlərə çıxmışam. Yəni gecəmi gündüzümə qatırdım mən. Yəni hər toydan çıxıb evimə gələndə, yəni mən səhərə qədər yatmırdım. Ancaq video edit eləyirdim. Ki, yəni mən bacaracam bunu. Mən Azərbaycanda, yəni az da olsa, yəni bu dəqiqə sevilirəm. Yəni xalqın da gözü tərəzidir. Bunu da hamı bilir. Yuska, heç məclisdə qarşılaşdığın çətin an və ya gülməli an varmı? Çalğıya başlayan zaman, yəni bir qrupda 2 nəfər davulçuyuq da biz. İkimizin də davulu birdən yəni yırtılıb. Qalmışıq pis vəziyyətdə. Amma o ərəfədə də yəni məclisi elə idarə eləmişik ki, yəni heç kimin ruhu da incəməyib də. Yəni ki, bu davulun niyə səsi çıxmır? Yəni cırıldı, parçalandı ortadan. Parçalandı deyəndə ki, arxa üzü var da, arxa üzü. Arxa üzü yırtıldı. Bəli. Amma biz yəni o məclisi elə idarə elədik ki, yəni videolarda gördüyünüz kimi də. Yəni toyda ən çox qazandığın şabaş nə qədər olub və hansı məclisdə olub? Ən çox şabaş harda olub? Qərbi Azərbaycanlıların toyunda, yəni Yerazların. Buradan da Qərbi Azərbaycanlıları salamlayıram. 2300 manat. Ay maşallah, Allah bərəkət versin. Şabaş yığılıb orada. 2300 manat. Bəli. Yaxşı, onu nəyə xərclədin, maraqlıdır? Nəyə xərclədim deyəndə ki, yəni o puldur. Məsələn, orada bizim əziyyət çəkmişik ki, deməli bu qədər orada pul yığılıb. Düzdürmü? Düz. Ay sağ olun. Yəni görün mən nə qədər əziyyət çəkirəmsə, yəni orada yəni pullar necə deyim, mənim davulumun üstünə necə deyim sizə, belə yağdırırlar. Qısacası belə deyim. Pul yaxşına tuturlar da yəni. Pul yaxşına tuturlar. Və o da ki, məsələn, biz məclislərə elə olur 5-də gedirik, 6 nəfər komanda ilə gedirik. Məsələn, o həmən toyda 6 nəfər idi. O şabaşı hissələrə bölürsən. Tən bölürük 6 nəfərə. Çünki bizim qrupda halallıq var. Toyda ən çox şabaş verən tərəf hansı tərəf olur? Oğlan tərəf yoxsa qız tərəf? Belə deyim də sizə, qız toyunda qız tərəfdir. Yəni qız tərəf xərcləyir şabaşı. Amma oğlan toyunda isə, yəni bəy tərəfdə nə qədər, yəni qonaq var, hamısı. Ən əsas da bəyin dostları. Bilsən də toy ortamını yaxşı edən. Yəni ortamı da qızışdıran bəyin dostları olur. Yəni bunu hər kəs bilir. Yəni Azərbaycan xalqı da bilir ki, yəni toyu şənləndirən bəyin dostlarıdır. Allah bütün bəy dostları var etsin. Sizə çox evlən də, mama papa deyir evlən də. Yuska, sizi Azərbaycanda olan davul zurna qruplarından fərqləndirən nələrdir?
Belə deyim də, gözəl qardaş. Bizim fərqliyimiz nədədir? Biz professional iştirak eləyirik. Biz gəlin gətirdilər mahnılar oxuyuruq. Görmüsüz bizim yəni ifaları, yəni klipimiz də olub. Gəl qadoy, mən Allahım. Yəni Bəli, çıxır. ay sağ olun. Məsəl üçün mənim fərqlim odur ki, orada deyirəm toy belə olar. Məsəl üçün odur, yəni ideyalar gəlir. Sonra gəlir məsəl üçün oğlan evindən çıxırıq, qız evinə gedirik. Məsəl üçün orada yəni bəygəlin maşının yanında halaylarla biz gedəndə məsəl üçün deyirəm ki, qız evinə belə gedərlər. Oğlan evi qız evinə belə gedər. Yəni belə ideyalardır. Sonra yəni orada türk ifaları eləyirik. Yaylalar, yaylalar. Məsələn bizim fərqliyimiz budur. Yəni performans göstərdiyiniz üçün belə sevilirsiniz. Bəli. Ona görə bizi dəvət eləyirlər. Aşağı qiymətə də gedən var. Amma mənəm. Yuska, bu sənətdə özünü sənə bənzədən ifaçılar varmı? İlk növbədə deyirəm ki, Allah hamısının ruzisini yetirsin. Amma kopyalayanlar var. Yəni kopyalamayın da yəni bir sözlə. Eləsinlər. Allah onsuz da yetirir ruzilərin. Söz. Onun da ruzisini yetirir. Mənim də ruzimi yetirir. Söhbət budur. Amma ki, hər şeyin orijinalı mənəm. Bunu hər kəs bilsin. Toy yoxsa konsert? Maraqlıdır. Toy yoxsa konsert? Toy. Pul yoxsa şöhrət? Bu zəmanədə ikisi də vacibdir. Bakı toyları yoxsa kənd toyları? Əlbəttə ki, kənd toyları. Yuska, pul yoxsa şöhrət sualında şöhrəti seçsin. O zaman pulun çoxdur, ona görə pulu seçmədin, yoxsa? Belə deyim də, gözəl qardaş. Bizim bu yerlərə gəlib çıxmağımızın səbəbi xalqımızdır. Yəni xalqımız çox rol oynayır. Məni yuska eləyən xalqımızdır. Və bu şöhrət olandan sonra da əlbəttə ki, pul da gələcək, toy da gələcək. Tamamilədir. Bəli. Yuska, bəs niyə Bakı toyları yox, kənd toylarını seçsin? Niyə? Bakı toylarına səni az dəvət edirlər ona görə. Bakı toyları bu davuldur, zurnadır. Bu şeyləri çox da xoşlamır. Yəni Bakı toylarınınki ancaq klarnetdir. Başa düşürsüz nətər? Ancaq klarnet. Amma rayon toyları elədir ki, yəni daydaylar olur. Ver oradan bir qara zurna da heyvacılı. Başa düşürsüz nətər? Məsələn, o adamda elə bir həvəs yaradır ki, yəni insan o məclisə yəni canın qoyur. Başa düşürsüz nətər? Ver oradan bir dənə tərəkəmə. Ver heyvacılı. Başa düşürsüz nətər? Amma klarnet də Bakı toyları üçün əladır. Mən klarnet çalanları pis istəmirəm və yaxud da klarneti demirəm pisdir və yaxud da nə. Klarnetin məsəl üçün mən özüm də xoşlayıram. Bir davul ifaçısı olaraq səndən soruşmaq istədim. Maraqlıdır. Toylarda ən çox kişilər oynayır, yoxsa qadınlar? Sözün açığı mən olduğum toylarda kişi qadın fərqi yoxdur. Yəni hamı ayaq üstə olmalıdır. Yəni heç kim oturmur. Yəni, sənə görə də bu sənin özəlliyindir. Bu mənim özəlliyimdir. Amma qıraqdan baxanda, qadınlar. Toy sferasında məsəl üçün. Yəni ortada oynayanlar, yəni ən çox qadınlar olur. Yuska, ilk qazandığın pul yadındadırmı? Və nəyə xərclədin onu? İlk qazandığım pulu yəni yalan deməyə xoşlamıram. Özümə alət almışam. Yəni evdə yəni bu saat yəni 4-5 dənə davulum var. Çünki həvəskaram mən. Yəni bu sənətimi sevirəm. Yəni olduqca alıb yığıram. O da nə üçündür? Məsəl üçün yəni maşınla, yəni mən toylara gedəndə zapas bir davul da aparıram yanımda. Durula bilər də. Düz. Bəli. İşin peşəkarlığı bu. Bəli. Yuska, ilk alətini sənə kim alıb? Əmim alıb. Buradan salamlayıram onu. Mahir əmi. Yəni çox sağ olsun. Yəni o bəlkə o nağaranı almasaydı, yəni mən bu saat bu yerlərdə olmazdım. Bəs bir davul ifaçısı olaraq bu sənəti kimlərdən öyrəndin? Mənim bu sənətə dəhşət həvəsim olub.
Yəni evdəkilər də yəni həmişə deyərdi ki, oxu, 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 oxu. Nə oxumaq? Mən dərsdə partada mən barmaqlarımla ləzginka çalırdım, ritm çalırdım. Təsəvvür edin ki, iclasda müəllimə Qadib demişdi ki, Fərqanə müəllimə, buradan da salamlayıram onu. Demiş ki, evdə bəs bunu sənətə qoyun. Başa. Yəni beynim var idi. Yəni yaxşı da oxuyurdum. Sadəcə həvəsim nağaraya idi, ritmə idi. Qoymadılar məni. Nə təhsilim olub, nə bir şey. Yəni öz şotuma deyim də bu yerlərə gəlib çıxmışam. Yəni mənim nağaramı da ilk Mahir əmmim alıb. Onu da salamlayıram buradan. Qucaq dolusu. Allah səni var eləsin Mahir əmmi. Yuska, bir davulçu olaraq bu günə qədər nailiyyətlərin nələr olub? Nailiyyətlərim belə deyim də sizə, bir davulçu olaraq klip çəkdirmişəm. Studiyada musiqilər aranjman etmişik. Bugünkü gündə də o aranjmanımız sevilir. Yəni çəkdiyin əziyyətin bəhrəsini görmüsən də. Bəli, bəli. Yəni belə deyim də ideya fikirləşmişik. O ideyanı toyda eləmişik. O da yəni mahnıdır. Gəl qadoy mən allam, başıva dolanlam. Yəni gördük cütlüklər bizi çox istəyir də, yəni bizdən bu ifanı. Və gördüm ki, yəni kopya işləri gedir. Başqa qruplar gəl qadoy mən allam. Günlərin bir günüdür, toydan çıxdıq. Bir aranjmançı dostumuz var. Elnur Cəbiyev. Talış. Buradan da onu salamlayıram. Getdik onun studiyasına. Dedim bəs belə-belə, yəni mənim bir ifam var. Bəs biz bunu aranjman eləmək istəyirik. Hamımız keçdik, ifa elədik. Orada mahnıları da hamımız bir-bir oxuduq. Əla. Yəni bugünkü gündə də YouTube-dadır. Davulçu Yuska Populi. Yəni kim istəsə yazıb izləyə də bilər. Yəni sevilir. Başıva. Yuska, sənin trend sözlərin var. Toy belə olar, qız evinə belə gedərlər. Maraqlıdır, bu söz necə yarandı səndə? Belə deyim də, bu toy belə olardı, qız evinə belə gedərlər. Yəni o tam fikirləşməmiş bir şeydir də. Yəni məsəl üçün mən deməmişəm ki, bu gün toyda bunu eləyəcəm. Xeyr. Yəni biz hər toyda, yəni Reels Maker aparırıq özümüzdən, yəni bizim çəkilişlərimizi etməyə. Orada çəkiliş eləyən zaman birdən-birə gəlir də, yəni insanı. Məsəl üçün meyxana deyəndə necə gəlir? Məsəl üçün bizdə də yəni bu təbdir də, yəni. Məsəl üçün qadirəm toy belə olar, Sonra elə olur deyirəm ki, oğlan evi qız evinə belə gedər, Bədahətən də. Bədahətən də, yəni bunlar da tutub. Yəni kim görür deyir, toy belə olar, mənə deyir. Belə sonra deyir, qız evinə belə gedərlər. Bəli, belə gedərlər. Bir trendim də olmuşdu o vaxtı. Hardasa bir 2 ilin söhbətidir. Maşında gedərkən, yəni cəmiyyət, yəni xalqımız, yəni yanımızdan, böyrümüzdən maşından keçəndə, yəni çəkirdi, eləyirdi. Başa düşdünüz nətər? Bir papürü var idi. Papürədə də necə deyim, bax belə bir toy istərəm mahnısı idi. Orada bir yer var, deyir Bakını şəkiyə qatmışam. Dərdi qəmi atmışam, Bakını şəkiyə qatmışam. Mən o mahnını ifa elədim nağarada. Toy bitəndən sonra bunu mən paylaşmaq istədim. Və baxdım, gördüm ki, bu yeri maraqlıdır. Dərdi qəmi atmışam, Bakını şəkiyə qatmışam. Mən özüm də oxuyuram da onu. Başa düşdünüz nətər? Burasını kəsdim, atdım TikToka. Bilməzdim bu qədər izlənərdi. Yəni bilməzdim. Yəni təsəvvür eləyin ki, yəni 10 minə yaxın adam onu çəkib paylaşmışdı. O səsdən istifadə eləmişdi TikTokda. Təsəvvür eləyin. Günlərin bir gündür sabahsı baxdım, gördüm ki, 2000 like gəlib. Belə bir şey. 2000 like 3 gün sonra, 5 gün sonra gördüm 10.000. Bir ara dayandı bu. Başa düşdünüz necə? Dayandı.
TikTokda var axı elə şey. Bir də görsən dayanır, bir də Düzdür. görsən gedir. Hər nəsə bir gün toydan gəldim. Səhər ayıldım ki, ay Allah, TikTok dağılır. Bu nədir? Videoya baxıram, yarım milyonu ötüb. Təsəvvür eləyin, səslərə girib baxıram. Səs ücə yarım milyonda ücə 2000 adam paylaşıb bu səsi. Yəni o da bir tanınmağımda rol oynadı, inanırsınız? Günlərin bir günü Talış toyundayıq. Gəlin gətirdi də. Musiqi gedən ərəfədə damarımdan talışqan axır axı. Mahnını saxlatdırdım. Dedim Talışların havası. Yəni özüm də Talış balasıyam da. Yəni bu Talışların havası da yəni onu da mən yaratmışam. Yəni Talışlar yığanda mənə deyir ki, çox xahiş edirəm bizim toyda Talışların havası olsun. Mən də deyirəm mənim gözlərim üstə. Yəni hər toyda yəni elə Talış yoxdur ki, məndən o havanı istəməsin. Deyir Talışların havası. Deyirəm baş üstə. Belə. Bildik ki, ölkəmizdə iştirak edirsiniz toylarda. Bəli. Bəs ölkədən kənar xarici ölkələrdə iştirak edirsinizmi və etmisinizmi və ya etmək istəyirsinizmi? Bir davul zurna qrupu olaraq Azərbaycanda bizim qrupdan başqa heç kim getməyib xarici ölkəyə. Yəni bu bizim üçün bir, yəni fəxr ediləsi bir şeydir də. Yəni bizi Gürcüstana da dəvət ediblər. Candar kəndində. Salamlayıram buradan Gürcüstanlıları. Və inşallah avqust ayında da Novosibirskə inşallah toyumuz var. Ora gedəcəyik. Allahın izni ilə. Və oradakılar da Talış toyudur. Bir trend sözün də var. Mama papa deyir, evlən, evlən də. Bəs bu cümlə necə yarandı? Bu da bir, belə deyim, bu da bədahətən idi, yoxsa əvvəlcədən qurulmuş bir söz idi? Cümləmi Qarabağ toyundaydıq həmən günü. Bəyimizə dedi ki, belə bir ideya var. Bəs eləyəcəyik. O dedi ki, problem deyil, Yuska, elə. Durduq, bəyin yanında düzüldük, vağzalı verən ərəfədə. Qayıtdım, dedim ki, evlən də. Mama papa deyir, evlən, evlən də. Çağır Yuskanı, gəlsin də. Öpürəm sizi. Yuska, dəvətimizi qəbul edib gəldiyin üçün təşəkkür edirəm. Ümid edirəm ki, tam səmimi bir ortam oldu. Əziz izləyicilər, bu gün də Bir Diyə Show proqramına baxdınız. Bizi izlədiyiniz üçün təşəkkürlər. Təşəkkür edirəm sizə. Çox sağ olun. Daim izləmədə qalın. Davulçu Yuska həmişə yeniliklərlə sizin qarşınızda olub, yenə də olacaq. Təşəkkür edirəm sizlərə.